Hamıya salam, mən Məhəmməd. Bu günləri açıqlama videosu kimi bir video çəkirəm. Bilirsiniz ki, mən bu kanal açanda 4-cü sinifə gedirdim. Yəni o vaxtda dərslərim asan idi biraz. 5-ci bütün dərslərim 5 dərs idi və rahat olurdu. Həm o vaxtlar hazırlığa da gedirdim. Düz, amma 5-ci sinifə, indi 5-ci sinifdə oxuyuram. Dərslərim biraz həqiqətən çox çətinləşib. Zaten bunu yuxarı siniflərdə oxuyan bilər. Amma oysa ki, hazırlığa getmirəm də. Bu il getmirəm hazırlığa. Vaxtım olmur. Düzünü demək gərəkirsə heç olmur. Yəni həm də çəkəcək bir içəyi də qalmadı. Mənə görə daha doğrusu qalmadı. Çünki çəkə biləcəm çox video çəkdim və buna da bir qərar aldım. Çünki həftədə bir dəfə atıram. 2 həftədə bir dəfə bəzən. Ona görə mən bu sesimi sizə buraxıram. Mən yəni gördüyünüz kimi yay tətilində davam edəcəm. Amma onu da bilirəm ki, yay tətilinə qədər çox abunə kaybetmərəm, amma izləyici kaybedərəm. Həm də yəni köhnəniz kimi həqiqətən artıq video çəkmə həvəsim də qalmayıb. 8 ay, 7 aydır kimi yəni bu kanalı açmışam. Köhnəniz kimi yenə dediyim kimi həvəsim qalmayıb. Yəni görürsünüz zaten. Bir həftədə bir atıram ya da 2 həftə, 3 həftədə, bir ayda bir bəzən. Yəni yay tətilində çəkmək mənim üçün həm də rahat da ola bilər. Yəni həftədə bir dəfə də video ata bilərəm əslində. Amma bilmirəm işte. Yəni həm də video fikri də tapa bilmirəm. Nətər deyim işte. Həm də yenə deyirəm, baxın, YouTube artıq həvəsim də qalmadı köhnəsi kimi. Bilmirəm, yəni 400 abunə, 410 abunəyi belə keçmişəm mən. 600 abunədən qalıb 1K abunə olmağıma. Mən özüm inanmam bu arada 2026'da 1000 abunə olacağıma. Amma bilmirəm işte ya, çox qərarsızam. Video fikri əslində araşdırsam tapa da bilərəm də mən ancaq yəni bilirsiniz ki, oyun kanalıyam və əlimdə qalan içəriklər də Minecraft'dır, bu qədər yəni. Ona görə də bilmirəm nə içərik atım deyə. Belə fərqli, nə bilim, Enes Batur kimi içəriklər açsam da, o da yəni atarım atmasına da biraz yəni maliyyətli olacaq, həm də mənə görə də deyil. Bilmirəm, amma belə bir fikrim də var ki, yeni bir kanal mı açsam deyə. Amma mən bu fikir indi ağlıma gəldi əslində, yeni bir kanal açma. Amma mən yeni bir kanal açmaq istəmirəm yəni. Yəni belə deyim də, bu qədər video bura qədər olsun. Yəni çox biraz qərarsızam. Ona görə yay tətilində mi davam etsəm fikirləşirəm. Davam etsəm də algoritm pozulacaq. Yəni vaxt tapamıram video çəkməyə. O yüzden həm də 410 abunədən çox abunəm var. Nətər deyim işte. Buraxmaq da istəmirəm. Neyse, buraya kadar olsun. Bilmirəm yəni bu videoda o qədər yorumlar belə gəlməyəcək. Çünki mən bir
dünyaca ünlü YouTuber falan da değilim. Yani neyse videomuz buraya da olsun. Sağ olun, salamat kalın.